Niye olmasın? Yaman əziyyət çəkirsiniz. Azərbaycanımızı təqdim edirsiniz. Ay qoyun Anar Ələkbərov, idmançı ölkəni təqdim etmir, ölkəni təmsil edir. Azərbaycanımızı təqdim edirsiniz. Bax bu Azərbaycan dilində danışa bilməyən ağbaş qoyun İlham Əliyevin köməkçisi Anar Ələkbərovdur. Köməkçisi deməyək də, İlham Əliyevin Kayfari qızları Leyla və Arzunun sumka daşıyanıdır, dayəsidir. Mənlə? Bu Anar Ələkbərov bütün məmurlarla, nazirlərlə rus dilində danışır. Niyə? Mən başa düşmürəm. Azərbaycan bəlkə Rusiyanın bir parçasıdır, ha? Ay qoyun Anar Ələkbərov, əgər Azərbaycanda məmursansa, deməli Azərbaycan dilində danışmalısan və Azərbaycan dilini öyrənməlisən.